Bir neçə gün öncə Bakıdakı İdrak Liseyində gənc müəllimin şagirdi tərəfindən güllələnməsi hadisəsi cəmiyyətimizdə ciddi rezonans doğurub. Xatırladaq ki, 10-cu sinif şagirdi evdən ov tüfəngi götürərək məktəbə qədər gəlib, müəllimini sinifdə güllələyib. Şagird artıq həbs edilib, müəllim isə əməliyyat olunub və onun vəziyyətinin orta ağır olduğu deyilir. İndi bir neçə suallar açıq qalır ki, necə ola bilər ki, şagird evdən məktəbə qədər ov tüfəngi gətirsin və hansı səbəbdən müəlliminə qarşı bu cür addım atsın? Bəziləri qeyd edir ki, bu qudurğanlıqdır. Bəziləri isə bildirir ki, sosial media uşaqlar, yeniyetmələr üzərində aqressiv təsir buraxır və bir neçə internet oyunları var ki, onlar təhlükəli vəziyyətlərə yol açır. Bəs Bakı sakinləri bu haqda necə düşünür? Mən daha çox birinci variantı. Fikirləşirəm ki, birinci variantı. Düzgün tərbiyə olunmayıb, adam müəlliminə əl qaldırır. Bizim də müəllimlərimiz olub, yaxşı da olublar, pis də olublar. Ona görə neysə biz onlardan öyrəşmişik. Ona görə onlara əl qaldırmaq bu insana layiq bir işdir. Çünki indiyə qədər biz hər nəyə qazanmışıq işdə, həmişə ailədə, biz həmişə müəllimlərimizə borcluyuq. Odur ki, düzgün tərbiyə olmalıdır ki, hər şey yaxşı olsun. Mənə bir dənə şey maraqlıdır ki, o ov tüfəngini məktəbə necə keçirdim. Çünki adətən bunun üçün xüsusi qurğular var. Metal detektorlarında. Həmin detektorlar vasitəsilə asanlıqla təyin eləmək olur ki, üstündə silah var ya yoxdur. Üstündə silah da ola bilərdi, bıçaq da ola bilərdi. Nə istəyirsiniz ola bilər. Ona görə bu məktəbə girəndə metal detektorla qoyulmalıdır. Qudurğanlıq yeni bir şey deyil. Sosial media məncə daha çox təsir edir uşaqların həyatına. Nəinki uşaqların, istənilən hər bir şəxsin həyatına təsir edir bu. Əlimizdə hamımızın əlində artıq 5 yaşına tutmuş uşaqdan 75-80 yaşına qədər bütün vətəndaşlarda telefon var və sosial şəbəkəyə girirlər. Yeni nəsil və bütün insanlar sosial mediadan hər an hər şey görə bilir. Vəhşiliklər və digər şeylər və insanın avtomatik olaraq gördüyünü götürür və tətbiq etməyə çalışır. Əsasən uşaqlarda bu daha çox baş verir. Mən özüm də professoram, aliməm, müəlliməm, ədliyyə işçisiyəm. Belə iş adamın ağlına gələrmi ki, belə şey olar, nə etmək olar? Mən eşitdim, inanmadım. Açığı deyirəm, mən dedim, inanmadım. Tərbiyə əlaməti yoxdur burada. Yəni insanlıq məhvə gedir artıq. Artıq insanlar tamam məhv olub gedir. İnsanlıq itiriblər insanı. İnsanlıq simasını itirən adam bu özə müəllimə hərəkət eləmək, bu nə deməkdir? Pozulur da cəmiyyətdə gör nə qədər pozğun ünsurlar var və mən belə bilirəm, bu hər halda bu çox dəhşətli hadisədir. Mən ona müəllim kimi, mənim 80 yaşım var. Mən 54 ildir müəllim işləyirəm, universitetdə işləyirəm. Deyirəm, belə şeylərə baxıram, deyirəm, bu insanlar bunu nətər edirlər, belə şey mi olar? Müəllim də nümunə olmalıdır. Nümunə olmalıdır. İndi o müəllim deməli, hardasa müəllimin də günahında həmişə o tələbəni, şagirdi günahlandırmaq lazımdır. Nəzər almaq lazımdır ki, həmin yaş yeniyetmənin elə bir dövrüdür ki, elə həmin o yaşda valideyn xüsusilə nəzarətdə saxlamalıdır evlatlarını. Çünki bundan əlavə də hal-hazırda sosial şəbəkələrdə uşaqlara limit yoxdur, yəni qadağalar yoxdur. Bu yaşda uşaqlar buna baxırlar və buradan da özləri üçün hansısa bir nəticəni əldə edirlər və fikirləşirlər ki, dırnaqarası bir qəhrəmanlıq həyata keçirsinlər. Burada hətta uşaqdan çox onun valideynləri evdə əgər hər hansı bir belə deyək, soyuq silahmı, ov silahmı varsa, onu axı nə üçün uşaqların əli çatan bir yerdə, uşaqların belə deyək, rahatçılıqla ondan istifadə edə biləcəyi bir yerdə o saxlanılır. Qanun var, qanunlara riayət olunmalıdır. Bilmirik, bunu uşaq özü atəşə hazır vəziyyətə gətiribdir. Yoxsa evdə bu beləncə hazır olub, bunu gətirib müəllimə qarşı istifadə eləyib. Uşağı lorilər isə uşaq kimi böyüməyə vadar etsinlər. Yəni uşaq arxeyin olmasın ki, mən bu hərəkəti eləyərəm, sabah mənim atamın maddi durumu məni bu məsuliyyətdən azad edəcək. Xeyr, belə olmamalıdır. Aydın məsələdir ki, ölkəmizdə də bu hal beləncə deyil, belə olmur. Yəni bu fakt da ondan ibarətdir ki, uşaq hal-hazırda cinayət məsuliyyətinə cəlb edilərək istintaqa çəkilmişdir. Uşağın yəqin ki, valideyni barəsində də müəyyən cəza tədbirləri həyata keçiriləcəkdir. Hər şey ola bilər. Səs tərbiyədir, evdə uşağın tərbiyəsindən. Uşağı qudurdular, sonra bəlasını səs. Öz valideynin də günah demək olmur. Çünki gənclər elə böyürlər ki, elə bir şəraitdə böyürlər ki, valideynlər üçün onların ötəsindən də gələnmir.
Amma düzgün tərbiyə olunsa ev şəraitində, əsas birinci valideynlər tərəfindən və sonra önce məktəbin üstünə düşən vəzifə də öz yerini tapar. Sizcə buna sonra bütün müəllimlər ehtiyat etməlidir. Müəllimlər bundan sonra ehtiyat edib etməyib vallahi heç elə bir hadisədir ki bu. Məktəbə heç kimin ağlına gəlməz ki, sumkasında kimsə keçirər. Bunu 5 dədə 10 dədə mühafizəçi qoysan da bunun mənası olmayacaq. Yəni məktəb şagirdinə elə bir şey gözlənilmir. Bunu evdə valideyn yola salanda yoxlasa onun çantasını, heç məktəbdə mühafizəçinin o dərəcə yoxlamağa ehtiyac olmaz. Valideynin birinci günahı olub ki, onun elə bir yerdə saxlamalıydı ki, onun uşaq vəbsə heç bilməməlidir ki, evdə elə bir silah var. Valideynin birinci günahı budur. Amma valideynin həbs olunmasına ehtiyac yoxdur. Yəni, valideyn niyə həbs olunmalıdır? Onu nəsə cəzalanmalıdır, yəni nə cürdsə, amma uşaq cəzalanmalıdır. Həmin uşaq müəyyən qədər hiss eləməlidir ki, bu törətdiyi əmələ görə cavab verməlidir. Başqaları da bundan baxmalıdır ki, belə iş eləmək olmaz.